Pezeşkən əsl 15-i icra edəcək. Çoxları ki, indi bunu təkrarlarlar. Əsl 15-dən nə yazıb onu açıb oxumayıblar. Əsl 15 nə cür Azərbaycanlıları təhqir edir, onu oxumayıblar. Əsl 15-də rəsmən elan edib bu ölkənin rəsmi dili farsıdır. Siz bu rəsmiyyəti hardan aldınız? Kim verdi? Bu böyük təhqirdir bizə. Əgər bu əsli icra eləyəcəksiniz, daha böyük təhqir edirsiniz bizə. Yəni bu ölkənin rəsmi dili bəli farsıdır. İkinci bəndə gəlir, zəban-ı müştərək farsiz. Harda zəban-ı müştərəkimiz, ortaq dilimiz farsıdır. Çinar zəban-ı rəsmi farsi, tədris-i ədəbiyyat-ı zəbanhay məhəlli və qomi azadəsi. Məhəlli sizin məhəllədir, Azərbaycan bizim vətənimizdir. Qom da özünüz və Əfqanistan arasında bir qovmiyyətiz, xişavəndiniz var. Bizim sizdən heç bir xişavəndiniz və qovmiyyətimiz yoxdur. Azərbaycanı dünya səviyyəsində millət olaraq tanınıb, tutulub. Pezeşkən gələcək məni bir şeydə qom səviyyəsinə yendirər. Mənim dilimə məhəlli deyə. Sonra onun ən önəmli kəlməsi tədris-i zəban-ı madəri. Tədris-i zəban-ı madəri nə demək? Tədris və zəban-ı madəri başqa bir şeydir. Tədris zəbanı madəri başqa bir şeydir. Azərbaycanlıların dərdini ədəbiyyat öyrənməkdir. Bizim dərdimiz balalarımızın assimilyasiya olmasıdır. Bizim dərdimiz balalarımızın təhmili bir dildə eğitim alıb əsəri başa düşməmələridir. İndi məsələn, ay Pezeşkən, sən gəldin bir vahid ədəbiyyatı türkü qoydun. Mən bəlkə fiziki, şimini, riyazını, farsı dilində hələ başa düşmürəm. Mənim assimilyasiyondan qaçmağıma heç bir köməklik eləmir. Sən 15-i icra elədin, nə olar, eləmədin, nə olar. Zaten əsl 15-i bir gün icra olunur.